Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Yenə gəlmişik ölkənin ən böyük ikinci əl avtomobil bazarına, Bakının, yəni Badamdar avtomobil bazarına. Baxaq görək bu bazar vəziyyəti necə olacaq. Ötən gün bilirsiniz ki, yağış yağdı, kifayət qədər də hava əlverişsiz oldu. Yəni fikirləşdik ki, gecə səhərə qədər təbii ki, yağışın yağdığını biz müşahidə elədik və düşündüm ki, yəqin ki, bu hava imkan verməyəcək bu bazar baş tutmasına. Amma gəlib baxıram ki, vəziyyət düşündüyümün tam əksidir. Səhərə yaxın hava normallaşmağa başladı və buna görə də bazara axın başlayıb və gəlib görürük ki, bazarda xeyli sayda avtomobil var və alqı-satqı da hazırda. Fondan mən baxanda, yəni yuxarıdan dayanıb baxanda görürəm ki, hardasa var. İndi düşüb baxacağıq görək, doğrudan da alqı-satqı varmı, yoxsa yenə də əvvəlki bazarlar kimi kəşfiyyat xarakterli insanlar gəlib gəzməyə və qiymətlərlə öyrənməyə. Bütün bunların hamısını yaxından öyrənəcəyik və bir də sizdən gələn maraqlı bir neçə avtomobil var ki, həmin avtomobilləri tapıb çəkməyə çalışacağam. Təbii ki, tapa bilsəm çəkəcəm, tapa bilməsəm də çox təəssüf eləyəcəm. Çünki bəzən olur ki, sizin dediyiniz maşınları tapıb çəkə bilmirəm. Elə bilirsiniz ki, yola verirəm. Əslində həqiqətən elə deyil. Axtarıram, tapa bilmirəm. Ona görə də məcbur təəssüf eləyib çıxıb gedirəm. Ümidvaram ki, bu dəfə sizdən gələn hansı ki indiyə qədər çəkmədiyim maşınlar var ki, o maşınları çəkməyimi istəmisiniz və xüsusilə də ekonom maşınlara yer verməyimi istəmisiniz və bacardığım qədər bu vlogda dediyiniz, yəni o istəklərinizi yerinə yetirməyə çalışacağam. Elə isə biz düşürük bazarın mərkəzinə, gedək görək içəridə nə baş verir. Buradan durub baxanda da görürəm ki, maşın var. Yəni düzdür, əvvəlki bazarlardakı kimi bolluq olmasa da, yağış qarşısını aldı bazara gələnlərin, amma bazarda nisbətən bu havaya görə yaxşıdır. Maşın var. Gedək görək necədir vəziyyət. Dəyərli izləyicilər, avtomobilinizi satmaq istəyirsinizsə, bazardan bezmisinizsə, bazarda gözləmək istəmirsinizsə, vaxtınız yoxdursa bazara gəlmək və digər saytlar da artıq sizə maraqlı gəlmirsə, real gəlmirsə, sizə daha real bir təklifimiz var. Maşınsat.az yeni saytdır. Daxil olun, öz avtomobillərinizin elanlarını yerləşdirin və yeri gəlmişkən deyim ki, bu sayta elan yerləşdirmək limitsizdir. Yəni nə qədər avtomobil elanı yerləşdirirsinizsə yerləşdirin, sizdən vəsait tutulmur və plusu ondan ibarətdir ki, bu sayta daxil olmaqla həm də istədiyiniz avtomobilin VIN kodunu yoxlada bilərsiniz, yoxlaya bilərsiniz. Təbii ki, buna görə də sizdən hər hansı vəsait tələb olunmur. Yenidir saytımız və bu sayta necə daxil olmaq lazım olduğunu indi sizə təqdim edirəm. Çox asan və sadədir. Deməli girirsiniz Google-a, Google üzərindən maşınsat.az eyni ilə bax bu qaydada yazırsınız, daxil olursunuz. İstədiyiniz avtomobilin elanını, yəni öz avtomobilinizin və satmaq istədiyiniz avtomobilin elanını yerləşdirirsiniz və bir də istədiyiniz avtomobili məhz bu sayta daxil olmaqla axtarıb tapıb, zəng edib, danışıb ala bilərsiniz. Maşınsat.az. Bazara düşmüşəm, gəzirəm, ətrafa baxıram. Elə ilk baxışda görürəm ki, sanki bir canlanma var, bir aktivlik var deyə düşünürəm. İndi irəliləyən dəqiqələrdə daha dəqiq biləcəm ki, bu bazar vəziyyəti necədir? Təbii ki, alış-veriş nöqteyi nəzərdən mən danışıram. Başlayaq bir-bir dediyiniz maşınları çəkməyə, diqqətlə vlogu izləyin axıra qədər. Dəyərli izləyicilər, deməli biz başladıq 2.5 hibrid Toyota RAV4 ilə, Amerikanka Toyota RAV4 ilə vizual olaraq göstərəcəm. Yürüşü nə qədərdir, qiyməti nə qədərdir, Amerikadan gələndə başına hansı işlər gəlib, salamat mı gəlib çıxıb ölkəyə və təbii ki, yenə qeyd edirəm ki, qiyməti təbii ki, sizlər üçün daha maraqlıdır. Vizual görünüşünü sizə təqdim edirəm. Bir kruq eləyək avtomobilin başına, ondan sonra keçəcəyik interyerinə və yeri gəlmişkən disk təkəri çox əla vəziyyətdədir. Avtomobilin də gövdəsində, yəni kuzovunda hər hansı formada, banında bir kosmetik iş görmürəm. Səliqəli avtomobildir, yaxşı vəziyyətdədir. Rəngi də ümumiyyətlə müəyyən hissələrdəki o detalları da fərqli-fərqli tonlardadır. Yəni qara, ağın qarışığı sintezini biz görürük. Biz buradan gəlirik sizə avtomobilin yenə qeyd edirəm ki, 2.5 hibrid olduğunu göstərirəm sizə. İndi isə daxil olacağım bu avtomobilin interyerinə. Baxaq görək interyerində bizi nə qarşılayır. Keçirik, açarsız daxil olma görmürük. Premium komplektasiya olduğunu görürük avtomobilin. Biz buradan sizə təqdim edirik avtomobilin giriş hissəsindən içərisini. Oturacaqların elektron idarə olunmasıdır və biz buradan qalxırıq. Görürük ki, böyük bir monitor qarşımıza çıxır, start stopu var ki, müasir avtomobil olduğuna görə biz buradan gəlirik, bunun yürüyüşünə baxmaq istəyirik. Hələ ki, görmürük yürüyüşünü, indi avtomobil sahibindən soruşacağım. İdarəetmə panelini mən sizə təqdim edirəm. Görürsünüz, idarəetmə panelində hər hansı bir yad işıq yanmır. Yəni təbii ki, nasazlığı göstərən yad işıqdan gedir söhbət. Burada bunun müxtəlif funksiyalarını biz burada görürük ki, sükan qızdırıcısı və s. Yəni polnu full komplektasiya, tam polnu full komplektasiya demək olmaz. Buradan oturacaqlarının vəziyyətini sizə təqdim edirəm. Biz buradan qalxırıq avtomobilin damına. Bir dənə böyük lük görürük burada. Səliqəli avtomobildir.
kifayət qədər həqiqətən səliqəlidir. Biz dirsəkliyinə baxanda da görürük ki, didilmə, sökülmə yoxdur. Yəqin ki, yürüyüşü çox azdır bu avtomobilin. Gəlirik, görürük ki, klimat kontroldur, oturacaqların istidilməsi, ventrilyasiyasını biz burada müşahidə edirik. İndi isə bu avtomobilin yürüyüşü nə qədərdir qardaş? Yürüyüşü 100 min mil yoxsa kilometr? 100 min kilometr yürüyüşü var. Start qiyməti nə qədər, neçədir? Maraqlı olan odur. 49 min manatla təklif olunur. 49 min manatla start qiyməti bazarda artıq təklif olunur. Buradan görürsünüz kondisionerin arxa sərnişinlər üçün nəzərdə tutulan hissəsini göstərirəm. Şarj etmə, orada funksiyaları var və s. Avtomobilin salonu da ümumiyyətlə banı kimi çox səliqəlidir. Disk təkəri sizə təqdim edirəm. Yer gəlmişkən yük yerini zəhmət olmasa açılmanı da göstərək sizə. İndi avtomobilin sahibi elektron yük yeridir. Görürsünüz bir düymə ilə yük yerinin açılması. Təbii ki, müasir avtomobildir və dediyim kimi avtomobil premium komplektasiyadır. Biz buradan gəlirik avtomobilin interyerini yenə sizə təqdim edirəm bu hissədən. Maraqlıdır ki, Amerikadan gələndə təbii ki, bu avtomobilin başına nə gəlib deyə soruşuram. Qardaş, zəhmət olmasa yaxınlaşsın mənim yanıma. Bir dənə zəhmət olmasa yaxınlaşın. Maraqlı sual odur ki, Amerikadan gəlib və Amerikadan gələndə avtomobil qəza ilə gəlib yoxsa təmiz gəlib? Arxa qəza ilə gəlib, amma udarı yox. Arxa yük yerinin bagaj dəyişibdir yoxsa yox? Bir də stoplardır. Yəni ki, arxa bamper dəyişibdir, bir də ki, arxa işıqlar dəyişibdir. Başqa detal dəyişməyib. Təbii ki, bamperdə detal sayılmır və avtomobilin əsas olan odur ki, kuzovunda, gövdəsində, yəni banında hər hansı formada zədə yoxdur. Bəli, dəyərli izləyicilər, start qiyməti dedik neçədir? 49 min manat. 49 min manat start qiymətidir. Bu premium komplektasiya 2.5 hibrid Toyota Amerikankanın və təbii ki, almaq istəyənlər olsa, onun da qiymətini razılaşaraq deyər. Mobil nömrəniz neçə idi, qardaş? Dəyərli izləyicilər, maraqlı bir crossover var qarşımızda. Koreyadan gəlib. Avtomobilin ön hissəsinə fikir verirsiniz. Buradan mərkəzdə Kia sözünün düz altında bir dənə bir kamera var, böyük bir kamera var. Və avtomobil 360 dərəcəlik kamera ilə təchiz olunubdur, görüntü ilə təchiz olunub. Çox maraqlı bir crossoverdir. 2023-cü ildir və maraqlı məqam bilirsiniz nədir? Bu boyda gövdənin mühərriki 1.6-dır. Və təbii ki, 1.6 sadə deyil, 1.6 hibriddən gedir söhbət, plug-in hibriddən gedir söhbət. İndi avtomobilin mən gövdəsini, yəni banını sizə təqdim edəcəm. Hələ ki demirəm hansı avtomobildir, ümumiyyətlə vizual görünüşünü sizə təqdim edirəm. Avtomobilin bu hissələrdən gəlirəm, göstərirəm. Hələ ki adını sizə təqdim etmək istəmirəm ki, görün, bəlkə videonu yığdırmadan baxsaz, sizcə hansı avtomobil olduğunu görüb tapa biləcəksiniz. Çox intizarda saxlamaq istəmirəm. Söhbət Kia Sorento'dan gedir. Avtomobil 2023-cü ildir, 1.6 hibriddir dediyim kimi. Start qiyməti 65 dediniz. Nə qədər gedib avtomobil? 70 min kilometrdədir. Vuruğu və s. olub, yoxsa rəngdən yeri yoxdur? Heç. Necə? Bir dənə sol kriloda, sol qanadda, avtomobil sahibi deyir ki, bir dənə sol qanadda, yəni sol kriloda rəng dəyən detala rəng dəyibdir. Hər hansı bir detaldirsə dəyişməyibdir. Açarsız daxil olma görürük. Avtomobil polnu-full komplektasiyadır. Yeri gəlmişkən gördünüz, oturacağın avtomatik olaraq sürücüyə hesablanması, yaddaşı, yəni sürücü oturan kimi sürücünün oturuşuna nizamlanıb oturacaq və qapı açılan kimi həmin formada oturacaq, öz yerini alır. Biz digər detalları sizə təqdim edirik. Görürsünüz, plug-in hibridlərin ənənəvi şəkildə idarəetmə panelinin LED ekranla təchiz olunması, daha doğrusu monitorla təchiz olunması. Buradan biz bu funksiyaları da sizə təqdim edirik. Lip stoplara qədər, head-up displeyə qədər avtomobildə hər şey var. Biz buradan fırlanırıq, açıq deməzdim, tünd krem rəngi bir salon görürük. Avtomobilin oturacaqları çox səliqəli vəziyyətdədir. Görürsünüz, oturacaqlarda didilmə, sökülmə yoxdur. Yürüyüş də çox azdır çünki bu avtomobilin. Koreya olduğuna görə polnu-full komplektasiya olsa da fikir verirsiniz, bəzən belə SUV görünüşündəki crossoverlərin damında biz hər hansı formada lük görmürük. Bu da təbii ki, Koreyaların seçimidir, onların üstünlük verdikləri bir şeydir. Bilmirəm, niyə belə crossoverlərdə çoxunda biz lük görmürük? O da başqa bir sualdır təbii ki. O mövzunu ümumiyyətlə araşdıracağım, baxım görüm niyə və səbəb nədir? Görürsünüz, lip stoplar var avtomobildə və biz buradan keçirik bu avtomobilin head-up displeyini də sizə təqdim edəcəm. Görürsünüz, burada da avtomobilin head-up displeyi var və avtomobil dolu avtomobildir, dəyərli izləyicilər. Açarsız daxil olmasına qədər hər şey var bu avtomobildə. Qapılar da qəşəng örtülür, təzədir, 70 min kilometr nə yürüyüşdür ki, deyərdim. Biz buradan görürsünüz, oturacaqları da sizə təqdim edirik, arxa oturacaqları.
kondisionerin giriş-çıxış nöqtəsi çox səviyyədir. Həqiqətən də bu avtomobil. Görürsünüz, biz buradan qalxırıq. İdarəetmə panelini sizə göstərirəm. Yeri gəlmişkən avtomobilin ili 2023 dedik də, hə? 2023-cü ildir. Start qiyməti də 65 mindir və yürüyüşü də 70 min kilometrdir bu Sarento'nun. Karika Sarento deyək də. Bu crossoverin. Bəli, dəyərli izləyicilər, çox səliqəli, çox həqiqətən də ləzzətli görünüşü var bu avtomobilin. Mən sizə təqdim edəcəm. 360 dərəcəlik kamera bütün gözcülərdə də var. Təbii ki, hər tərəfi bu avtomobilin hazırda bütün dörd bir tərəfi video qeydiyyatçı tərəfindən qeydə alınır. Belə, dəyərli izləyicilər. Ümidvaram ki, bu dəfə mənə əsəbləşməyəcəksiniz. Bu dəfə söz vermişəm ki, digər bazarlarda çəkdiyim avtomobilləri yox, daha çox çəkmədiyim avtomobillərə üstünlük verəcəm. Düzdür, RAV4 mən çəkmişdim, amma hibridini çəkməmişdim, onu çəkdim və arxasınca Sarentonu çəkdim 2023 və düzdür, bahalı avtomobillərə də yer verəcəm, nisbətən əlçatan qiyməti olan avtomobillərə də üstünlük verəcəm, çəkilişdən gedir söhbət və bir də çəkmədiyim avtomobilləri çəkib sizə təqdim edəcəm və təbii ki, sizlərdən gələn bir neçə avtomobil var ki, çəkmədiyim avtomobillər, onların da qiymətləri ilə, onların da vəziyyəti ilə sizi tanış edəcəm. Axtarırıq, bazara baxıram, bazarda insan sayı çox olsa da hələ ki mən alış-verişin şahidi olmamışam. Hələ ki bazar sönük bazarda deyərdim. Fırlanaq görək nə baş verir, nə tapa bilirik, maraqlı nə çəkə bilirik. Bir dəyərli izləyicim yazıb ki, mənə xahiş edirəm Mercedes W213 çək. Onu da axtarıram, tapıb çəkəcəm. İzləmədə qalın, biz baxırıq hər yerə. Dəyərli izləyicilər, qaymaq kimi bir dənə Chevrolet Malibu tapmışam. Bazarın biraz son nöqtələrindədir. Avtomobil 2017-ci ildir, full komplektasiyadır. Yəni bu avtomobildə yoxdur, hər şey var. Bütün funksiyalar full komplektasiyada nə varsa bu avtomobildə var. Çünki avtomobil restylingdir, yəni full komplektasiyada. Head-up displeyinə qədər hər şey var. 2017-ci ildir, təbii ki 1.5 turbo mühərrikdir, Malibudur və avtomobil görürsünüz yaş asfalt, yəni tünd yaş asfalt rəngdədir. Disk təkəri əla vəziyyətdədir, avtomobilin ümumi banı da çox səliqəli vəziyyətdədir. Mən avtomobilin ətrafına fırlana, görürsünüz ETZ RS-dir. Avtomobilin ətrafına fırlana sizə ümumi banın səliqəli olmağını təqdim edirəm. 1.5 turbodur, bu Malibu 2017-ci ildir. Avtomobil nə qədər gedib qardaş dediniz? 173 min yürüyüşdədir. Biz açarsız daxil olmayla daxil oluruq avtomobilin interyerinə. İnteryerini sizə təqdim edəcəm. Əvvəlcə bir dənə belə geniş formada göstəririk. Sonra yavaşca yaxınlaşırıq. Biz salonu belə geniş formada sizə təqdim edirəm. Görürsünüz oturacaqların idarə olunması və s. Biz salona keçməzdən öncə yavaşca hərlənirik, qapını saxlayıram. Külək var təbii ki. Burada biz head-up displeyi sizə təqdim edirik. Ondan sonra biz keçirik yavaş-yavaş avtomobilin interyerinə. Sizə göstərməli olduğumuz məqamlar var. Çünki avtomobil oturacaqların idarə olunmasından tutmuş, ümumiyyətlə hər şey var, zolaq tanıması, ümumiyyətlə oturacaqların isidilməsi, ventilyasiyası və s. burada özünüz görürsünüz. Əl-əyləci elektron formadadır. Avtomobildə bircə dənə avtomobildə lip stoplar mən görmürəm. Var bəlkə də, bunlardır yəqin ki, fikirləşirəm. Lip stop var bu avtomobildə. Avtoparkingi var avtomobilin, görürsünüz burada kruz kontroluna qədər hər şey var avtomobildə və göstərirəm sizə səliqəli olduğunu xüsusi olaraq vurğulamaq istəyirəm və avtomobilin oturacaqlarındakı o səliqəliliyi, dirsəyi altındakı didilmə sökülmə yoxdur və həqiqətən də avtomobil yaxşı bir vəziyyətdə sürülübdür. Yürüyüş 173 min olsa da ona diqqət eləməyin, çünki avtomobil səliqəli idarə olunubdur, görürsünüz. Mən qalxıram buradan avtomobilin damına, panoramik bir dam görürəm başdan başa. Görürsünüz, böyük bir panoramik damı var. Avtomobilin yavaşça ön qapını örtürəm. Biz keçəcəyik arxa qapıya, görürsünüz 4 qapının açarsız daxil olması və s. Arxa oturacaqlarda isə elə bil ki, sərnişin əyləşməyibdir. Görürsünüz, çox səliqəlidir. O matlığını hələ də qoruyub saxlayır ki, verirsiniz. Avtomobilin içi çox genişdir. Bu Malibuların genişliyi çox ləzzət edir həqiqətən də. Asla təqdim edirəm sizə ki, daha yaxşı və daha ətraflı avtomobillərin içərisinə, salonuna, interyerinə baxasınız. Görürsünüz, buradan da qalxırıq, hara qalxırıq. Biz yenə də panoramik damı sizə təqdim eləməyə yavaşca fırlanırıq və biz buradan da çıxırıq çölə. Maraqlıdır ki, bu avtomobilin start qiyməti neçə manatdır? 20 min manat 2017-ci ilin 1.5 full komplektasiyalı
Koreyka Malibusunun qiymətidir, 20 min start qiymətidir. Məncə ilinə görə, avtomobilin komplektasiyasına görə, ümumi vəziyyətinə görə çox yaxşı qiymətdir. Bəlkə də biraz qurdalasaz, yaxşı alıcı olsa, qardaş təbii ki, endirim eləyər. Belə, nömrəsi də yenidir, 88 ləndir, görürsünüz, təkərlər də təzədir. Yaxşı vəziyyətdədir, dəyərli izləyicilər. Qiyməti də hər şeydə əl çatandır. Dəyərli izləyicilər, qarşımızda 2016-cı ilin F36-sı var. Avtomobilin mühərriki 2 turbodur. Amerikadır, Amerikadan gəlib, görürsünüz, çərçivəsiz qapılar. Avtomobil çox qəşəng vəziyyətdədir və full komplektasiyadır. Yürüyüşü nə qədərdir, qardaş? 153 min mil yoxsa kilometr? 153 min kilometr eşq olsun qardaşa. Təkər qalxmaq istəyirəm, deyir. Deməli, avtomobil, yenə qeyd edirəm ki, 2016-cı ilindir, 2 turbo mühərrikdir. Avtomobil full komplektasiyadır. Start qiyməti nə qədərdir, qardaş? 32 min deyilişidir. Yürüyüşü də nə qədər dediniz? 153 min kilometrdə yürüyüşü var, dəyərli izləyicilər. Amerikadan gəlsə də avtomobil sahibləri avtomobil yürüyüşünü kilometrə çeviriblər. Təbii ki, mildən kilometrə çeviriblər. Bunun bir yük yerinin böyüklüyünə fikir verin. Görün, nə boyda bir yük yeri var, dəyərli izləyicilər. Bu F36-nın biz yavaş-yavaş bu banı vizual formada göstərəndən sonra keçəcəyik təbii ki, avtomobilin interyerini sizə təqdim eləməyə. Təkərlər, disklər səliqəli vəziyyətdədir, düzgün. Yağış batırıbdır. Təbii ki, gecə əməlli başlı yağış yağırdı. İndi mən buradan təqdim edəcəm sizə. Fikir verirsiniz, bu F36-nın nəyindən ən çox xoşum gəlir? Çərçivəsiz qapıları, baxın. Yalnız şüşələrdir. Biz buradan gəlirik avtomobilin head-up displeyinə qədər hər şeyi görürük, görürsünüz. Head-up displey burada öz sözünü deyir. Biz buradan yavaş-yavaş fırlanırıq interyerə doğru, keçirik içəri. Avtomobilin oturacaqları, fikir versiniz, yaddaşlı oturacaqları var. Qırılan oturacaqlar deyək buna. Belə desək, təbii ki, əksəriyyət daha yaxşı başa düşür. Çox səliqəli vəziyyətdə də avtomobilin ümumiyyətlə interyeri düzdür. Qardaşlar, gödəkçələrin və s. atıblar avtomobilə. Amma ümumi vəziyyəti mən sizə təqdim eləyirəm. Buradan yavaş-yavaş gəlirik. Avtomobilin lip stoplarına qədər hər şeyi sizə tanış edirəm. Görürsünüz, lip stoplara qədər hər şey var avtomobildə. Oturacaqları səliqəli vəziyyətdədir. Didilməz, sökülmə, cırılma hər hansı formada mən görmürəm. Düzdür, müəyyən qədər rənglənməyə ehtiyacı var sürücü oturacağının. Buradan arxa oturacaqları biz sizə göstəririk. Qardaşlar, ön oturacaqları kifayət qədər arxaya dartıb daha rahat əyləşmək üçün. Burada joystick var. Təbii ki, burada avtomobilin sürətlər qutusunun yanındakı digər funksiyaları da biz təqdim elədik sizə. Bəli, start qiyməti nə qədər idi, qardaş dediniz? 32 min manat da bu BMW F36-nın start qiymətidir. 2 turbodan gedir, dəyərli izləyicilər. Amerikanka 2016-cı il. Belə. Mobil nömrəni deyin, zəhmət olmasa? 055. Bəli, dəyərli izləyicilər, BMW-ləri çəkməyə davam edirəm. Qarşımızdakı 2012-ci il model olan BMW X5-dir. 2012-ci ildə Amerikadır, 3 benzindir. Avtomobilin vizual görünüşünü sizə təqdim edəcəm. Təbii ki, sahibi nömrəsini düşməyini istəmir və maksimum dərəcədə qardaşın dediyinə əməl edəcəm və əvvəlcə disk təkəri sizə təqdim edirəm. Buradan baxırıq. Çox səliqəli bir vəziyyətdədir. Avtomobil 2012-ci il 3 benzin Amerikankası. Bu BMW X5-i. İndi interyeri ilə də sizə tanış edəcəm. Buradan yaxınlaşacağım mən sürücü, yox sərnişin tərəfdən qapını açmağa. Açırıq qapını, daxil oluruq və biz burada şokolad rəngi bir interyerlə qarşılaşırıq. Oturacaqları, interyeri çox səliqəli vəziyyətdədir. Bu tərəfdən mən bunu görürəm. Bəzi hissələrdə var rəng getməyi, oturacaqların dərisindən gedir söhbət. Təbii ki, ilinə görə bu da normaldır. Rənglənib yenidən əl gəzdirmək çox asan məsələdir. Buradan göstərirəm, avtomobil full komplektasiyadır yeri gəlmişkən. Təqdim edirəm buradan sizə bunu. Və nə edirik? Bu oturacaqların gözün sərnişin oturacağının da elektron idarə olunmasını görürük. Yavaş-yavaş avtomobilin ön tərəfdən biz keçirik harasına, sürücü oturacağına. Qapını açıram və təbii ki, böyük bir geniş planda sizə təqdim edirəm. Buradan gəlirəm, yürüyüşünə baxmaq istəyirəm. Hələ görmürəm. Qurdalamaq da istəmirəm, insanların maşınına əl vurmaq istəmirəm. Və lip stoplara qədər mən görürsünüz, hər şeyi sizə təqdim edirəm. Böyük bir panoramik damı var, böyük bir lükü var. Və təbii ki, maraqlıdır ki, sərnişinlər əyləşən oturacaqların aqibəti nə yerdədir. Burada səliqəlidir, qardaşın gödəkçəsi var, əşyaları var. Mümkün qədər onları göstərmirəm sizə. Və bu da təbii ki, buradan da panoramik dam olduğunu sizə təqdim edirəm. Qardaş, start qiyməti nə idi bu avtomobilin? Hə, qardaş? 17.500, 27.500, 17.000 deyəndə belə eşidəndə səhv eşitdim, biraz şoka düşdüm. 27.500-dür. Nə qədər gedib avtomobil?
264 min yürüşdədir bu avtomobil. 27.500-də start qiymətidir dəyərli izləyicilər. Qardaş, mobil nömrəni deyə, almaq istəyən olsa əlaqə saxlayar. Deyin zəhmət olmasa. 055. Dəyərli izləyicilər, maraqlı bir crossover var qarşımızda. Avropa bazarı üçün nəzərdə tutulan Honda NS1-dən gedir söhbət. 2022-ci il yalnız elektriklə işləyir bu avtomobil. Yəni tam elektriklə. Bu isə o deməkdir ki, bu avtomobil elektromobildir. İndi vizual görünüşünü sizə təqdim edəcəm. Çox belə maraqlı rəngi var. Açıq səma rəngi deyək, yəni hava rəngi deyək. Rəngi var. Yəni göyün o göy rəngi var. O çox maraqlı göy rəngdədir. Avtomobil Honda, yenə deyirəm, NS1-dir. Çəkməmişəm indiyə qədər belə bir elektromobil. Ona görə də yaxınlaşdım bu avtomobili sizə təqdim eləməyə. SUV görünüşündədir, maraqlı crossoverdir və biz bu avtomobilin buradan yaxınlaşırıq interyerini sizə göstərməyə. Qapısını açırıq. Avtomobil premium komplektasiyadır yeri gəlmişkən. Göstərirəm mən buradan sizə. Maraqlı, həqiqətən də elektromobildir. Görürsünüz, oturacaqları səliqəli vəziyyətdə. Zəhmət olmasa qapısını tutun, külək atmasın. Mən buradan göstərirəm, görürsünüz, böyük bir dənə, böyük bir monitor var. BYD Destroyer'lərdə kimi. Yəqin ki, bu monitor fırlanır, yoxsa elə belə qalır. Hə, bu yəni bir dənə özəlliyi odur ki, BYD Destroyer'dən fərqi odur ki, bu monitor ondakı kimi belə fırlanmır. Yalnız belə görürsünüz, düz formada qalır. Avtomobilin böyük monitoru var. Buradan bütün funksiyalardır, kondisionerin işə salınmasıdır və digər dediyimiz o istədiyimiz bizə lazım olan funksiyaları buradan tapırıq, buradan idarə edirik. Açsın qardaş, hə, bax görürsünüz, idarəetmə panelini mən sizə göstərirəm və burada həmin bu idarəetmə paneli eyni ilə monitordakı kimi eyni formadadır və buradan görürsünüz, avtomobil neçə ilə getməyindən tutmuş, digər o xəta verici işıqlar hamısıya təbii ki, bu idarəetmə panelində yanır, amma bu avtomobildə biz hələ ki heç nə görmürük və biz buradan enirik. Bu funksiyalar sizlə tanış edirik. Avtomobil premium komplektasiyadır yeri gəlmişkən, onu da sizə dedim. Yenə də oturacaqların vəziyyətini sizə göstərirəm. Səliqəli oturacaqları var, sanki içində əyləşən olmayıb deyə o görünüşdədir. Avtomobilin panoramik damını mən göstərmək istəyərdim. Bəli, ikili biz burada lük görürük. Biri öndədir, biri arxa hissədən açılır. Təbii ki, jalüzlərlə görürsünüz, bu jalüzlər açılır və biz buradan yuxarını görə bilirik. Təbii ki, havalandırması və s. Avtomobil nə qədər gedib baxmaq istəyirəm. Görə bilirəmmi buradan yoxsa yox? 79.325 min. 79.325 min yürüşdədir bu avtomobil. Buradan da bunu biz idarəetmə panelindən sizə təqdim edirəm. Dəyərli izləyicilər, baxın. Buradan görsənir 79.325. Çox maraqlıdır ki, bu Avropa bazarı üçün nəzərdə tutulan, arxa qapını da gördünüz. Buradan axtarmağa çalışdım, tapa bilmədim və buradan açılır. Görürsünüz, buradan da təqdim edirəm sizə. Arxa oturacaqları, sərnişin oturacaqlarının çox səliqəli vəziyyətdədir. Burada da görürsünüz, kondisionerin sərnişin oturacaqları üçün, sərnişinlər üçün də, arxa sərnişinlər üçün də hissələrini biz təqdim edirik sizə. Şarj etmə düymələri və s. o hər biri var. Çünki müasir avtomobillərin əksəriyyətində biz o funksiyanı görürük. Və maraqlıdır ki, bu avtomobilin start qiyməti nədir? Start qiyməti 25.800 manat. Bu Honda NS1-in start qiymətidir. Bir toxunuşla, bir düymə ilə də elektron formada yük yerini açıldığını görürük. Buradan da yenə sizə interyerini təqdim edirəm, genişliyini. Balaca görsənsə də avtomobilin içərisi kifayət qədər genişdir və biz buradan da təbii ki, indi yük yerinin örtülməsini sizə təqdim edəcəyik. Baxın, gördünüz, bir düymə ilə də yük yerinin örtüldüyünü görürük. Disk təkərləri belə də biraz ömrün başa vurub deyərdim, amma bir qədər idarə eləmək olar. Maraqlıdır, qiyməti də maraqlıdır, vidi fasonu da maraqlıdır, bəzi insanlar üçün də maraqlı gəlir bu avtomobil. Deməli, dəyərli izləyicilər, avtomobilin göstəricilərində təqdim olunub ki, 550 km tam full şarjla 550 km qət eləyə bilir, amma qardaş deyir ki, maqnitofon açanda, kondisioner açanda, yəni müəyyən təsir edən funksiyaları işə salanda, avtomobil yaxşı idarə eləyəndə də tam 450 km rahat, full şarjla rahat hərəkət eləyə bilir. Belə, Honda NS1, dəyərli izləyicilər, maraqlı idi, təqdim elədim sizin üçün bu avtomobili. Dəyərli izləyicilər, maraqlı maşınları kəşf eləməyə davam edirəm. Bazarda daha bir görmədiyim və indiyə qədər həqiqətən görmədiyim və çəkmədiyim bir maraqlı model var. 2025-2026 model Nissan Magnitdən gedir söhbət. Bu balaca mini crossover deyək. Bu crossoverin mühərriki bilirsiniz nə qədərdir? Təsəvvür edin. Bir neçə saniyə təsəvvür edin. Mən deyəcəm sizə. Əvvəlcə mən avtomobilin vizual görünüşünü sizə təqdim edirəm. Yavaş-yavaş
fırlanırıq avtomobilin ətrafına. Yaş asfalt rəngdə avtomobilin rəngini biz müşahidə edirik. Turbodur, amma neçə turbodur maraqlıdır. Bəli, Nissan Magnit. Buradan alınıb, rəsmi dillerdən alınıb avtomobil. Yəqin ki, polnu full komplektasiyadır. Çünki kənardan açarsız daxil olma və s. görürəm. Amma indi interyerinə daxil olanda bunu daha dəqiq göstərəcəm sizə. Avtomobil, dəyərli izləyicilər, bir mühərrikdir. Bir turbodan gedir söhbət. Ekonom çəkin deyirdim. Bu da sizə ekonom. Bir turbo Nissan Magnit 2026 model 2025-ci il. Buradan daxil oluruq avtomobilin interyerinə. Açarsız daxil olmanı sizə təqdim edirəm. Yox, dəyərli izləyicilər, avtomobil belə deyək də tam sadə komplektasiyada deyil. Biraz onun üzəri premium komplektasiya deyək avtomobilə. Oturacaqların bildiyimiz kimi əllə idarə olunmasıdır. Burada hər hansı formada elektron idarə etmə görmürük. Baxın, özünə məxsus Android monitoru var avtomobilin və burada müxtəlif funksiyaları biz təqdim edirik. Cruise kontrolu var. Avtomobilin yürüyüşü 1038 kilometr. Nə yatıb ki, nə yuxu görsün deyəcəm. Görürsünüz, avtomobil 1038 kilometr yürüyüşdədir və çox az yürüyüşdədir. İçərisində də qoxunu falan hiss eləyəndə, ümumi ab-havaya baxanda da görmək olur ki, avtomobil həqiqətən də sanki elə birbaşa salondan bazara sürülüb kimi bir görünüşü var. Parça oturacaqlardır, səliqəli oturacaqlardır. Təzə maşındır da qardaşlar. 1000 kilometr getmək nə deməkdir ki, görürsünüz? Heç elə bil ki, insan əyləşməyib içərisində. Sürətlər qutusu avtomatdır yoxsa variatordur bunlarda? Tam sadə avtomat sürətlər qutusudur dəyərli izləyicilər. Baxın, bunu buradan da sizə təqdim edəcəm. Tam sadə sürətlər qutusu var, avtomat. Ekonom maşında bir mühərrik təbii ki, ekonom olacaq. Yaxşı örtmədim qapını. İndi arxa qapını açıram. Görürsünüz, dartıb qapını açanda da zamok təzədir dəyərli izləyicilər. Avtomobildə elə bil ki, heç kimi əyləşməyib, heç sərnişin də əyləşməyib, görürsünüz. Nə cür təzəlikdə qalıb və təbii ki, təzədir, çünki yürüyüşü çox azdır. Buradan da qalxırıq, ön tərəfi göstəririk sizə. Avtomobildə lük yoxdur, təbii ki, tam sadə komplektasiyadır deməyəcəm. Bir balaca onun üzəridir. Avtomobil nə qədərdir? 4 litr yandır. Şəhər içi yoxsa trasda? Şəhər içi dəyərli izləyicilər, bu avtomobil bir turbo olsa da, çünki turbosu var deyə bölündü. Ardasa fikirləşərsiniz ki, bir balaca yanacağı daha çox israf eləyəcək, sərf eləyəcək, amma belə deyil. Qardaş deyir ki, idarə edirik, 1000 kilometr sürmüşük və artıq test eləmişik. Avtomobil şəhər içi 100-ə 4 litr yanacaq yandırır. Maraqlıdır. Start qiyməti nədir bunun? 25.000 manat da start qiymətidir. Dəyərli izləyicilər, 25.000 manat start qiymətidir. Maraqlıdır, sıfırı neçə olur bunun? Sıfırı 27-29 arası komplektasiyasına görə dəyişir, sıfırının qiymətidir. 25.000 manat da 1000 kilometr getmiş bu avtomobili sizə təqdim edirlər bazarda. Qardaşım, nömrə deyə zəhmət olmasa, mobil nömrə 055 696. Dəyərli izləyicilər, deməli fonda bir maraqlı maşın var, qardaş keçsin, zəhmət olmasa. Avtomobil Uniqadır, Unize'nin elə bil ki, xalası oğlu deyək. Yəni, amma bu Uniqalar Unize'yə nisbətən, yəni ki, ban nöqteyi nəzərdən, ümumiyyətlə, içərisinin salonu və s. Unize'dən daha genişdir, daha belə deyək də, görsənir, yəni iri görsənir. İndi bu avtomobillə bağlı detallı məlumatlar sizə təqdim edəcəm. Uniqa 2022-ci ildir. Avtomobil təbii ki, 1.5 plug-in hibriddir. Həm yəni elektriklə, həm də ki, yanacaqla idarə olunur. 36.000 manata deyir qardaş, amma maraqlıdır neçə alıb və nə qədər sürübdür və indi niyə bu qiymətə satır. Bütün bu detalları və avtomobilin yürüyüşünü, ümumi vəziyyətini sizlə tanış edəcəm. Yenə qeyd edirəm ki, avtomobil Uniqadır. Vizual olaraq Unize'yə bənzəsə də, Unize'dən nisbətən böyükdür, iri qabaritli maşındır. Crossoverdir, maraqlı maşındır. İndi mən sizə bu Uniqanı detallı formada təqdim edəcəm. Yeri gəlmişən deyim ki, ikinci avtomobil bazarında axtarsaq, bax buna bənzər bu qəbildən Çin avtomobillərini görə bilirik. Təbii ki, sürürlər, artıq sürəndən sonra ikinci avtomobil bazarına gətirib satmaq istəyirlər. Yəni sıfırları burada yoxdur, müəyyən istiqamətlərdəki salonlardadır. Burada isə daha çox ikinci əl avtomobilləri biz görürük. Yəni ikinci əl avtomobil Koreya, Avropa və Amerika bazarları maşınları ilə paralel olaraq da Çin plug-in hibrid və hibridləri də bu avtomobil bazarında yer alır. Başladıq bu Uniqanı yaxından incələməyə, getdik. Türkiyədən gələn bizim qardaşımızdır. Deyir ki, avtomobil almışdım mən 55.000 manata, sıfır yürüyüşdə təbii ki, sıfır yürüyüşdə. İndi isə avtomobil gedib 36.000 yürüyüşdədir və biz, yəni bu 36.000 sürəndən sonra qərara gəldim ki, deyir, bu avtomobili satım və mənə pul lazım olduğuna görə avtomobili start qiymətini bazarda 36.000 manata qoymuşam. Maraqlıdır, 55.000-ə alıbdır, 36.000 sürüb, indi isə avtomobili 36.000 manata satır.
detallı şəkildə sizə təqdim edəcəm bu Uniqanı. İndi fırlanaq bunun başına. Ümumi görünüşünü sizə təqdim edirəm. Görürsünüz, Uni-Z-dən xeyli böyükdür. Daha iri qabaritli görsənir avtomobil. Qapıların açılmağını görürsünüz. 2025-dən sonra bu formada qapıların açılmağını istəmədi Çin avtomobil sənayesindəki mühəndislər. Çünki bəzən toqquşmalarda mən bununla bağlı daha əvvəl bir videoda paylaşmışdım. Qapılar kilitlənir, içəridən açmaq çətin olur. Ona görə də daha müasirlərində, yəni 2025-dən sonrakılarda o qapılar o formada açılmır. Gördünüz, içəridən təbii ki, yük yerini açdı. Mən buradan sizə təqdim edirəm interyerini, içərisini göstərirəm. İndi daha detallı formada təbii ki, çəkəcəm. Niyə satmaq qərarına gəldiniz abi? Yəni, razı mı qalmadınız avtomobildən yoxsa? Son dərəcədə razıyam. Mercedes özəntim var. Aha. Mercedes alacağım, onun üçün satacağım. Hə, Mercedes Y-Class almaq istəyirəm deyir qardaş. Y-Class Mercedes, yəqin ki, son model Mercedeslərdən gedir. Ondan almaq istəyirəm deyir. Ona görə də bu avtomobili sürdüm. 36 min deyir, bəs eləyir mənim üçün. Amma heç bir narazılıq görmədim deyir bu 36 min yol sürdüyüm vaxtlarda. Yəni, narazılığa deyir, bir ehtiyac yoxdur. Avtomobilin görürsünüz içərisinin, dəyərli izləyicilər, Uniqanın Uni-Z-yə nisbətən içərisini mən genişliyini sizə göstərəm. Tam ətraflı şəkildə göstərirəm ki, verirsiniz. Başdan başa panoramik dam görürəm və burada həqiqətən də böyük bir interyer görürəm, böyük bir salon görürəm. İndi oturanda da sizə təqdim edəcəm. Baxın, dəyərli izləyicilər, görürsünüz, yəni arxada əyləşəndə diz məsafəsi görün, ön oturacaqdan nə qədər, mənim 1.78 boyum var və görün nə qədər məsafədədir və kifayət qədər genişliyi var bu avtomobilin. Geniş şəkildə əyləşdiyimə görə buradan daha rahat formada təqdim etmək istəyirəm sizə. Ön idarəetmə panelindən tutmuş böyük monitoruna qədər fikir verirsiniz. Çox maraqlı bir görünüşdədir. Avtomobilin ön hissədən sükanını sizə təqdim edirəm. Oturacaqları və s. yaxşı səliqəli vəziyyətdədir. Dəridə didilmə, sökülmə yoxdur. Arxa sərnişinlər üçün, yəni arxada yerləşən sərnişinlər üçün kondisionerin giriş-çıxış nöqtəsində tutulmuş, şarj etməyə qədər hər şey var bu avtomobildə. Yer gəlmişkən yenə getmək istəyirəm ki, 1.5 plug-in hibriddir bu avtomobillər və biz buradan düşürük təbii ki, sürətlər qutusuna hərəkətə keçirən mexanizm isə daha da yaxından təqdim etməyə və buradan qalxırıq və biz buradan düşəcəyik yerə indi və daha ön tərəfdən sizə daha detallı görüntünü təqdim etməyə. CVC sürətlər qutusudur bunlar. Detallı araşdırıb baxmaq lazımdır ona. Belə dəyərli izləyicilər, oturacaqların idarə olunması polnu full komplektasiyadır avtomobil və sizə detallı şəkildə təqdim edirəm bunu. Maraqlıdır, maraqlı görünüşdədir, maraqlı da qiyməti var dəyərli izləyicilər. Həqiqətən də maraqlı qiyməti var. Görürsünüz, bütün funksiyaları hamısı var. Dolu maşındır, plug-in hibriddir. Belə avtomobildə 360 dərəcə kamerasına qədər hər şey var. Yəni, polnu full komplektasiyadır bu Uniqa. Bir balaca 36 min yürüşə görə, yəni şinlər o deyil. Şinlər demək olar ki, ömrünü tam başa vurub, hardasa mən belə fikirləşirəm. Görürsünüz, şin dəyişməlidir fikirləşirəm. Belə 36 min manat, 36 min yürüşü olan bu Uniqanı detallı şəkildə sizə göstərmək istədim və göstərdim. Uni-Z-lərdən daha bahadır və daha genişdir və daha iri qabaritlidir bu Uniqalar. Deməli, bu avtomobil isə 2022-ci ilin Santa Fe-sidir. Santa Fe-sidir. Amerika bazarından gəlmiş Santa Fe-dir. 1.6 mühərrikdir. Avtomobil Amerikada çox yüngül qəza keçiribdir. Qapılarında, yəni sağ ön və arxa qapısında xırda qəzası olubdur. Onu da qardaş deyir ki, təmir eləmişik, detallar dəyişməyib, öz detallarıdır. Avtomobili vizual formada sizə təqdim edəcəm. 1.6 plug-in hibriddən gedir, dəyərli izləyicilər. 2022-ci ildən gedir söhbət. Santa Fe-dir, Amerika bazarı üçün nəzərdə tutulan Santa Fe-dir. Bizi yavaş-yavaş bu avtomobili sizə detallı formada təqdim edəcəm. Yer gəlmişkən plug-in hibrid yox, hibriddir. 1.6 hibriddir bu avtomobil, bu Santa Fe. Mən buradan yavaş-yavaş daxil olacağım. Avtomobil interyerindən açarsız daxil olma görürük və qapını açıram. Nə görürəm? Polnu full komplektasiya ilə qarşılaşıram. Avtomobil həqiqətən dolu avtomobildir. Burada oturacaqların elektron idarə olunmasından tutmuş. Hər şeyi biz burada müşahidə edə bilirik və gəlirik hara görürsünüz. Çox qəşəng bir salonu var. Həqiqətən də dirsəklik görürsünüz hara qədər uzanır və burada bütün hər şey, DIR, Drive və s. bütün modlar buradadır. Sürətlər qutusunun
Avtomobil burada eko rejimə, sport rejimə keçirmək üçün də joysticklə idarə olunur. Burada əl əyləci var, elektron formada oturacaqların isidilməsi var. 3 belə deyək də xodda kondisionerdir, oturacaqların digər isidilməsi və s. burada var və avto rejimdir və burada bir çox funksiyalar demək olar ki, əlinin altındadır. Yəni sağ oturdun, sağ əlinin bütün altındadır bu funksiyalar. Klimat kontroluna qədər hər şey bax bu paneldə yerləşir və biz buradan özünü məxsus zavod biz monitoru görürük. Avtomobil 93.170-147 kilometr yürüşdədir. Amerikadan gələndən o qədər də sürülməyib Azərbaycanda qardaş deyir. Zolaqdan çıxmağa qarşı zolaq tanıyan, yəni xətt tanıyan burada funksiyası var və Mercedeslərdəki kimi burada da əl əyləci yerləşir və biz buradan görürük. Avtomobilin lip stopu da var burada, böyük bir damı var, panoramik damı var. Dəyərli izləyicilər, həqiqətən də çox səliqəlidir. Maraqlıdır ki, bu avtomobilin qiyməti neçə olacaq, onu soruşacağım, sizə deyəcəm. Görürsünüz, oturacaqları, forması, həyətsə, ümumiyyətlə didilmə, sökülmə, cırılma, hər hansı bir formada deformasiya görmürük. Avtomobilin yürüyüşü də yaxşıdır, 93 mindir. Açırıq, arxa qapıdan da arxa oturacaqları isə təqdim edirəm oturacaqların vəziyyətini. Görürsünüz, dərisi əla vəziyyətdədir. Avtomobilin içərisi yaxşıdır, bir balaca da ximçiskaya ehtiyac var. Görürük burada arxa sərnişinlər üçün, oturan sərnişinlər üçün kondisionerin giriş-çıxış nöqtələrini. Baxın, buradan qalxıram idarəetmə panelinə. Buradan isə gedirəm mən hara, tavana və o opsiya tavandakı o vəziyyəti, o lükün böyüklüyünü sizə təqdim etmək istədim. Onu da təqdim etdim. Qapısını örtürəm. Maraqlı ki, qiyməti neçədir bunun start qiyməti? 47.000 manat start qiymətidir. Qardaş öz maşını da gətirib satmağa, yəni deyir ki, alverçi deyiləm. Özdə maşının bit fasonuna baxanda da görsənir ki, maşın həqiqətən də alverçi maşını deyil. 47.000 manata təqdim edir bu avtomobili. İnşallah yaxşı müştərisi olar. Yəqin ki, 47.000 manata təqdim eləsə də start qiymətini almaq istəyənlərə bu boyda qiymətdə orada hardasa 1000-1500 keçər. Belə dəyərli izləyicilər. Bir dəyərli izləyicim yazmışdı ki, xahiş edirəm mənə tapsam bazarda Mercedes W213, yəni bandan gedir söhbət, bu gövdədən gedir söhbət, tap çək. Tapmışam, qara rəngdədir, avtomobil 2018-ci ildir. Mühərriki nə idi qardaş? 2 turbo mühərrikdir, Amerikankadır yəqin ki, benzindir. İndi bu W213-ü 2018-ci ili mən vizual formada çəkəcəm və detallı şəkildə sizə təqdim edəcəm. Paralel olaraq da bu W213-ün interyeri ilə də sizi tanış edəcəm. Təbii ki, qiyməti ilə də və nə qədər gedib, Amerikadan girəndə başına nə iş gəlib, onu da soruşacağım sahibindən və sizə detallı məlumatlar çatdıracağım. Biz getdik avtomobili detallı təqdim etməyə. Deməli, girirsiniz Google-a, Google üzərindən maşınsat.az eyni ilə bax bu qaydada yazırsınız, daxil olursunuz. İstədiyiniz avtomobilin elanını, yəni öz avtomobilinizin və satmaq istədiyiniz avtomobilin elanını yerləşdirirsiniz. Bu sayta elan yerləşdirmək limitsizdir. Yəni nə qədər avtomobil elanı yerləşdirirsinizsə yerləşdirin. Sizdən vəsait tutulmur. Maşınsat.az. Deməli, dəyərli izləyicilər, avtomobil sahibi istəmədi ki, avtomobilin dövlət qeydiyyat nişanı düşsün görüntüdə. Ona görə də maksimum dərəcədə bu W213-ü çəkəndə nömrəsini çəkməyə çalışmayacağım. Mümkün qədər qardaşın istəyini yerinə yetirməyə çalışacağım və vizual formada sol tərəfdən mən sizə bu görünüşü təqdim edirəm. Disk təkərinə doğru gedirəm. Görürsünüz, təzə təkərləri var. Həqiqətən də xeyli ömrü var. Nə qədər istəsən sürə bilərsən bu təkərlərlə. Söhbət Y-Class W213-dən gedir. Görürsünüz, buradan da mən sizə təqdim edirəm və buradan yavaş-yavaş fırlanıram avtomobilin ön hissəsinə və mümkün qədər yenə qeyd edirəm ki, nömrəsini çəkməyəcəm. Ona görə də bu maraqlı bir far quruluşu var bu avtomobilin. Ön görünüşü çox əladır. Buradan da sizə bunu təqdim edirəm. İndi keçəcəm bu W213-ün interyeri ilə sizi tanış eləməyə. Yavaş-yavaş yuxarıdan biz nə edirik? Avtomobilin ön hissəsini sizə təqdim edirik. Yavaş-yavaş çəkirəm. Detallı formada W213 həvəskarı olan izləyicimə təqdim etmək üçün təbii ki, yavaş-yavaş göstərirəm bunu. Ondan sonra da nə edəcəyik? Keçəcəyik bu avtomobilin interyerinə, dəyərli izləyicilər. 247.000 yürüşdədir bu W213. Amerikadan gələndə sol arxa qanat, yəni krulosunda yüngül zədəsi olubdur. Onda dəyişməyiblər detalını, təbii ki, üzərində düzəldiblər. Açarsız daxil olmayla biz daxil oluruq bu W213-ün interyerinə. İçəri keçməzdən öncə müşahidə etdiyim Mercedeslərdə ənənəvi şəkildə, belə deyək də, yaddaşda oturacaqların idarə olunduğu. Baxın, görürsünüz, qapılardadır bu oturacaqların idarə olunma funksiyası. Buradan isə biz baxırıq, şokolad rəngi bir interyer görürük. İndi keçirik içəri, bu interyeri daha detallı şəkildə sizə təqdim etməyə. Oturacaqlar sərgəli vəziyyətdədir. Avtomobildə yəni oturacaqlarında dərisində bir
didilmə, sökülmə, deformasiya, hər hansı formada bir problemlə biz qarşılaşmırıq. Səliqəli interyeri var. Biz buradan gəlirik avtomobilin fırlanırıq yavaş sürətlər qutusu mexanizmini hərəkətə keçirən Mercedeslərə özəl bu mexanizmi sizə təqdim edirəm. Buradan qalxırıq avtomobilin öz monitoruna, zavod monitoruna, oturacaqların isidilməsi, soyudulması və s. hər şey var bu avtomobildə. Yürüşündə dedik sizə, görürsünüz lip stoplara qədər dəyərli izləyicilər, hər şey var. Buradan bunu çəkəndən sonra qalxırıq hara? Qalxırıq bu avtomobilin damını sizə təqdim eləməyə. Böyük bir dənə lük var orada. Qiyməti nə idi dediniz? 42.000 manat da 42.000 manatda dəyərli izləyicilər. 42.000 manatda bu W213-ün start qiymətidir. 42.000 manat. Buradan fırlanıq. Bax buradan detallı şəkildə göstəririk sizə. Ön tərəfi də dəyərli izləyicilər. 42.000 manat. Dəyərli izləyicilər, maraqlı avtomobillər tapıb çəkməyə davam edirəm. Fonda bir maraqlı bir crossover görünüşündə bir avtomobil var. Amerika bazarı üçün nəzərdə tutulan Hyundai Ioniq 5-dən gedir. Avtomobil tam elektrikdir, yəni elektromobildir. Nəyi var, nəyi yox, necədir, detalları nədir, görmədiyimiz özəlliklər bu avtomobildə varmı, yoxmu? Bütün bu detalları çəkirəm, sizə təqdim edirəm. Vlogu izləyin. Çox maraqlı avtomobillər gəlir bu dəfə. Dəyərli izləyicilər, avtomobilin o bamperin ön görünüşünə fikir verin, o aqressivlik də var, avtomobildə sport görünüş də var. 2023-cü ildir dediyimiz kimi, avtomobil plug-in hibrid də deyil, avtomobil tam elektrikdir, tam elektromobildir. Amerikadan gəlibdir, yürüyüşü nə qədər dedik? 40.000? 40.800, yəni 41.000 deyək avtomobilin yürüyüşünə. Kifayət qədər də az yürüyüşü var. Mən əvvəlcə bu maraqlı crossoverin görüntüsünü sizə təqdim eləmək istəyirəm. Detallı şəkildə, zəhmət olmasa izləyin axıra qədər. Maraqlı da rəngi var avtomobilin. Disk təkəri çox maraqlı vəziyyətdədir və görürsünüz qapılarının hansı formada açılmağını görürsünüz. Tam yeni nəsil elektromobildir bu avtomobil. Hyundai Ioniq 5-dən gedir söhbət. Avtomobili sizə təqdim edirəm vizual görünüşünü. Görürsünüz arxa stoplardan, yəni arxa işıqlardan tam elektrik olduğu daha yaxşı görünür. Yəni qapıların dəstəyin açılması və s. hamısını detallı şəkildə sizə təqdim edirəm. Mən bu dəstəklə, bu yeni dəstəklə bu qapını açıb sizə içərini təqdim edəcəm. Çox maraqlı və həqiqətən də cəlb edici bir interyeri var. Düm ağ rəngdə interyerini sizə təqdim edirəm. Görürsünüz, düm ağ rəngdə bir interyerdir. Oturacaqların dərisində, yəni sökülmə, didilmə, bir deformasiya mən görmürəm. Elektron təbii ki, idarə olunma görürük burada oturacaqların. Damında biz bir panoramik dam və yaxud hansısa formada biz lük görmürük. Ağ rəngdə də bu ağı da saxlamaq təbii ki, oğul istəyir. Həqiqətən də səliqəli saxlayıb qardaş. Amma idarə edənlər də yəqin ki, səliqəli saxlayar. Görürsünüz, idarəetmə panelini sizə təqdim edirəm. Burada da bir ağla qaranın monitorun təbii ki, sintezini sizə təqdim edirəm. Burada təbii ki, bütün proseslər hamısı bu monitordan idarə olunur. Kondisionerin işə salınmasıdır və s. digər ümumiyyətlə bütün funksiyalar lip stoplara qədər avtomobildə var və mən bunu sizə göstərirəm. Burada da müxtəlif funksiyaları var, göstərəm detallı şəkildə sizə. Geniş avtomobildir. Maraqlıdır ki, sürətlər qutusu bu avtomobilin variatordur yoxsa robotdur? Reduktordur. Reduktordur, sürətlər qutusu da dəyərli izləyicilər. Çox yaxşıdır, bu çox yaxşı deməkdir. Maraqlıdır, baxaq görək sürətlər qutusu avtomobilin harasında, sürətlər qutusunu işə salan mexanizm harasındadır. Gördüm. Mən burada şüşəslənlər yerləşir, amma görürsünüz, burada artıq sürətlər qutusunu hərəkətə gətirən mexanizm hardadır, drive'dir və s. burada yerləşir. Avtomobilin sükanı çox maraqlıdır. Tam elektromobilin sükanıdır deyərdim. Burada görürsünüz, böyük bir paneli biz görürük. İdarəetmə panelidir, monitordur və s. Detallı sizə təqdim edirəm. Və biz buradan qalxırıq və bu hissədə də sizə müxtəlif funksiyalar var. Bunu da təqdim edirəm sizə. Salonun işıqlandırılması və s. İndi yenidən biz avtomobilin çöl tərəfinə keçəcəyik və çöl tərəfində sizə yenə vizual görünüşünü, balını sizə təqdim etməyə çalışacağım. Yavaş-yavaş keçirəm avtomobilin arxa oturacaqlarını sizə göstərməyə. Burada nəyə göstərmək istəyirsiniz, danışa bilərsiniz, narahat olmayın. Oturacaqların yığılması və təbii ki, 5 qapı olması da, arxa yük yerinin açılması və s. onu qardaş təqdim edir. Narahat olmayın, arxadan da təqdim edəcəm mən onu. Görürsünüz, çox böyük, kənardan hardasa yığcam görsənə bilər, amma avtomobilin interyeri, salonu çox genişdir, həqiqətən də çox genişdir. Mən bunu buradan rahat şəkildə müşahidə edə bilirəm. Burada da təbii ki, şarj etmə hissələri var.
cihazları şarj etməyə qoymaq üçün orada funksiyalar mövcuddur. Görürsünüz, təbii ki, simsiz şarj avadanlığı da var. Avtomobildə hər şey var deyərdim. Premium komplektasiya olduğunu mən daha yaxşı müşahidə edirəm buradan. İndi maraqlıdır, yük yeri nə boydadır? Təbii ki, bu oturacaqlar yığılmaqla da yük yerinin həcmi daha böyük olur və qapını bağlayırıq. Həqiqətən də dəyərli izləyicilər, qapını açıb örtəndə mənim hiss elədiyim bir də bir xüsusi məqam var. Onu sizə demək istəyirəm. Avtomobilin bez şumkası çox yaxşı vəziyyətdədir. Avtomobilin qapısını örtəndə də bunu hiss eləmək olur. Görürsünüz, yük yerinin böyüklüyünə. Artıq buna ehtiyac yoxdur, arxa oturacaqları yığmaq və s. Kifayət qədər böyük bir yük yeri var burada. Görürsünüz, amma bu oturacaqların da təbii ki, önə qatlanması və s. bu yük yerinin həcmini daha da böyütmək olur. Bir düymə ilə də təbii ki, yük yerini bağlayırsan, açırsan. Avtomobildə kamera var, arxa kameradır və s. Düzdür, 360 dərəcə kamera mən görmürəm. Bəlkə də var, yoxdur. Çünki full komplektasiya olsa o hissələri də biz sizə təqdim eləyərdik. Maraqlıdır, start qiyməti neçədir? 33.000 manat da bu crossoverin 33.000 manat da start qiymətidir. Tam elektrikdən gedir, elektromobildən gedir dəyərli izləyicilər söhbət. 33.000 manat. Mən sizə təqdim edirəm bir daha bu avtomobilin ümumi görünüşünü. Görürsünüz. Mobil nömrə deyin zəhmət olmasa? 070. Bir dəyərli izləyicim yazmışdı ki, xahiş edirəm 2024, 25, 26-ya qədər olan Toyota Corollalar çək. Qarşımızda 2024-cü ilin plug-in hibridlə, mühərriklə təchiz olunan, 1.6 mühərriklə təchiz olunan Toyota Corollası var. Avtomobili vizual görünüşünü təqdim edəcəm sizə. Maraqlı sedandır, xoşum gəlir bu sedanlardan. Daha yığcamdır, daha kompaktdır. İndi düzdür, yağış çirkləndirib müəyyən hissələrini, amma bu da təbii ki, problem deyil. Və avtomobilin vizual görünüşünü Corolla həvəskarı olan dəyərli izləyicim üçün çəkirəm, göstərirəm. Bu avtomobillərin 2015-16 modelləri də kifayət qədər özünü doğrultdu. Ümumiyyətlə, Corollalar çox dözümlü və bazarda söz sahibi olan avtomobil markalarından biridir. Və həqiqətən də əksəriyyət üçün daş döyən adını qazanmış bir avtomobildir. Bu yeni nəsil Toyota Corollalarda çox yaxşıdır. Alanlardan bir neçəsindən də soruşmuşam, maraqlanmışam. Avtomobil öz sözünü deməyə davam edir və təbii ki, o daş döyən adını hələ də qoruyub saxlayır. Və biz buradan interyerinə daxil oluruq. Avtomobil sadə komplektasiyadır və biz buradan yürüyüşünə baxırıq. 120.335 yürüyüş görürük. Burada görürsünüz, oturacaqlara parça oturacaqlardır. Müəyyən hissələrdə didilmə var, amma o da tam problem deyil. Görürsünüz, mən detallı şəkildə sizə göstərirəm. Avtomobilin yeri gəlmişkən lükü də var və mən sizə o lükü də təqdim edirəm. Yaxından izləyin. Avtomobilin maraqlıdır ki, qiyməti neçə manatdır? Avtomobil Koreyadan gəlibdir, dəyərli izləyicilər. Vuruğu da varmı, yoxmu? Bir də ön sol qanadda kusok deyil rəng var, amma qalan yerlərdə heç bir problem yoxdur, rəngdən yerləri yoxdur. Deməli, avtomobilin start qiyməti dəyərli izləyicilər 25.900 manatdır. 25.900 manat. Qardaşım, mobil nömrəndir. Dəyərli izləyicilərimdən bir neçəsinin dediyi maşınları tapa bilmədim. Hansı ki, Hyundai Palisade və Kia Seltos'dur və bir də BMW M60'dır ki, bu avtomobilləri çox təəssüf ki, tapa bilmədim. Yəni bir neçə nəfərdən soruşdum. Dedilər ki, elə maşınlar gəlir redki, yəni çox az hallarda bazara gətirirlər elə maşınlar. Faktiki olaraq elə maşınlar yoxdur bazarda və mən də bunu görmədim. Bazarın demək olar ki, hər yerini gəzdim. Yeri gəlmişkən bazar belə deyək də, yəni yağışdan sonraki bazardır. Çox az maşın gəlib bazara və bu azlığın qarşısında da ciddi bir alış-veriş də görmədim mən. Var alış-veriş, var tək-tük var alış-veriş. Amma o formada belə ciddi bir o hayküylü bazar deyil. Onu da sizin nəzərinizə çatdırım ki, dəyərli izləyicilər, dəfələrlə deyirsiniz ki, çəkdiyin avtomobillərin sahiblərindən mobil nömrələr al və s. və s. Biz bəlkə birimiz həmin maşını bəyəndik, almaq istədik, necə alaq? Mən bu dəfəki çəkilişdə çəkdiyim avtomobillərin hər birinin sahibi ilə danışdım və hər birinin sahibindən mobil nömrələri almışam. Təqdim etməyimi istəmirlər mobil nömrələri, amma həmin mobil nömrələr məndədir. Hansı maşını paylaşdığım vlogda hansı maşını bəyənsəniz, həmin maşın sahibinin mobil nömrəsi məndə var. Şərh bölməsinə yazın, həmin mobil nömrəni mən sizə təqdim edeyim, danışın, razılaşın, gedin, alın. Özə yaxşı baxın, hələlik deyirəm, bu bazarlıq bu qədər maraqlı vlogdur. Çəkmədiyim avtomobilləri tapıb çəkməyə çalışdım sizə və bir də çəkə bilmədiyim avtomobillərdə dedim.
Hələlik sağ olun, salamat qalın. Biz bazardan çıxdıq. Deməli girirsiniz Google-a, Google üzərindən maşınsat.az eyni ilə bax bu qaydada yazırsınız, daxil olursunuz. İstədiyiniz avtomobilin elanını, yəni öz avtomobilinizin və satmaq istədiyiniz avtomobilin elanını yerləşdirirsiniz. Bu sayta elan yerləşdirmək limitsizdir. Yəni nə qədər avtomobil elanı yerləşdirirsinizsə yerləşdirin. Sizdən vəsait tutulmur. Maşınsat.az